Deməli bir bacı qardaş olur. Birinin adı Rasimdir, birinin adı Nərgizdir. Rasim sırf 1 il yarım müddəti olan əsgərliyi uzatmaq üçün 200 ballı universitetlərdən birinə girir və 4 ilini orada boş-boşuna xərcləyir. Gəzib tozur, əylənir. Universitet qutarandan sonra da nə bir bilik qazanır. Qazandığı bütün bilikdə əsgərliyə gedib gələndən sonra da sıfırlanır. Artıq əsgərliyi qutarandan sonra da 24-25 yaşı olur və işləmək istəyir. Bir yandan da ailə təzyiqi olur ki, evlən, da nə vaxt evdə duracaqsan, ged işlə. Və bir müddət sonra həmin gənc insan, həmin Rasim artıq bunalıma girir. Düşünür ki, artıq mən heç bir şey eləyə bilməyəcəm. Bir tərəfdən isə Nərgiz var. Nərgizin həmişə xəyalı rəssamlıq olub və ailəsi tərəfindən bir ixtisas seçdirilib ona. Hər nə qədər rəssamlıq istəsə də gedib IT ixtisaslarından birini seçib. Nərgizin valideynləri həmişə düşünürdü ki, rəssamlıqda, musiqilikdə nə pul ola bilər ki? Yəni buranın gələcəyi yoxdur deyə düşünürdülər. Əgər bu mənzərələrdən biri də sizə tanış gəldisə, buyurun videoya xoş gəlmisiniz. Bu gün niyə Azərbaycan gənci uğursuz olur? Bu haqqda danışacağam. İlk öncə istəyirsiniz uğurlu olmaq nədir? Bu haqqda danışım. Çünki bir çox insan uğurlu olmağı, yüksək bal toplamaq, pulu çox olmaq, milyoner olmaq bu kimi şeylərlə qarışdırır və yaxud da zəka sahibi olmaq, yüksək intellektual səviyyəsi olmaq bu kimi şeylərlə qarışdırırlar. Əslində uğurlu olmaq belə bir şey deyil. Yəni qısaca belə deyim də, uğur hər bir insana görə dəyişir. Hər bir insanın məqsədi olur və sən əgər o məqsədə çatmısansa, onda sən uğurlu olursan. Yəni bir başqasına görə uğurlu olub olmamaq, yəni bu başqasının sözündən oturub durmaqla eyni şeydir. Çünki başqasına görə uğur faktoru tamamilə fərqli bir şeydir. Yəni qısaca belə deyim də, siz əgər bir məqsəd qoymusunuzsa və o məqsədə artıq çatmısınızsa, bəli, demək siz uğurlusunuz. Məsələn, abituriyentlərdən danışım. Məsələn, 500 bal yığmaq istəyirsinizsə və 500 bal axırda yığmısınızsa, siz uğurlu insansınız. Yəni 700 yığmamışamsa, deməli mən uğurlu deyiləm demək deyil. Və yaxud da ola bilər ki, siz biznes sahibi olmaq istəyirsiniz. 18 yaşınızdasınız məsələn indi və deyirsiniz ki, 20 yaşımda mən biznes sahibi olacağam. Əgər 20 yaşınızda əgər o biznesin sahibi olmusunuzsa və o 2 il ərzində çalışmısınızsa, sırf o biznes sahibi olmaq üçün, deməli siz artıq uğurlu olmusunuz. Yəni başqası milyonerdir, yəni başqası deyirsə ki, mən 20 yaşında milyoner olacağam, amma əgər siz 20 yaşınızda milyoner olmamısınızsa, bu sizin probleminiz deyil. Nə də bu demək deyil ki, siz uğurlu deyilsiniz. Təbii ki, burada ailə faktoru da çox böyük bir rol oynayır. Məsələn, bəzi valideynlər, bəzi ailələr görmüşəm ki, uşağını çox tənbih eləyir, istəmədiyi ixtisasda zorla oxuzdururlar ki, burada güya gələcək çox böyükdür, amma da düşünmürlər ki, həmin uşağa o yəni ixtisasa həvəsi yoxdur. Bir çox valideyn də öz istədiyi ixtisası seçə bilmir və istəyir ki, uşaqları o həmin ixtisasda oxusun. Və yaxud da uşaqlarını birbaşa yönləndirirlər. Amma heç vaxt soruşmurlar ki, ay uşaq, nə istəyirsən? Sənin problemin nədir? Gələcəkdə nə olmaq istəyirsən? Bu sualları vermirlər və nəticədə belə bir problemlər yaranır. Sonra da həmin valideynlər uşaqlarına deyir ki, sən heç bir işi bacara bilmirsən, filan kəs bu qədər yığır, filan kəs 700 bal yığır, sən niyə yığa bilmirsən? Yəni belə bir problemlər çıxır. Əslində həmin valideynlər uşaqların üstünə düşmədiyinə görə bu vəziyyətdə qalırlar. Əgər sizin həmin peşəyə bir həvəsiniz yoxdursa, heç vaxt sizi özünüzü o peşədə inkişaf elətdirməyə məcbur eləməyəcəksiniz. Başda verdiyim nümunədən getsək, deyək ki, bir abituriyent rəssam olmaq istəyir, amma valideynləri onu IT sahəsinə yönləndirir. Burada belə bir problem çıxır. Hər nə qədər o IT sahəsində oxusa da, yenə rəssamlıqla məşğul olacaq o insan. Əgər həqiqətən o rəssamlığa həvəsi varsa, IT sahəsində özünü təkmilləşdirə bilərdi rəssamlıqla məşğul olmaq yerinə. Öz üzərində işləmək yerinə gedir rəssamlıq peşəsi ilə əlaqəli nə varsa onları eləyir. Ona görə də həmişə uğurlu olan insanların xəyalındakı peşəsi olduğunu görə bilirsiniz. Yəni dediyim kimi, əgər xəyalınızdakı o peşə varsa, ondan istiqamətlənməyiniz çox önəmlidir. Sadəcə bir ixtisasın yaxşı gəlirinin olmasına görə onu seçməkdən bəhs eləmirəm. İndi keçək digər önəmli faktorlardan birinə, o da əsgərlik. Əsgərlik bir çox oğlanlar üçün baş bəlasıdır. Yəni belə deyim, 1 il yarım il olan əsgərlik, o müddəti uzatmaq üçün 4 il universitetdə oxuyurlar, sonra əsgərliyə gedirlər. Və yaxud da belə bir hal da baş verir. 4 il universitet oxuyur, 2 il magistr, gedir əsgərlikdə yenə 1 il yarım əsgərlik çəkir. Gələndə artıq nə iş sahibi olur, yəni əgər magistra qədər heç bir yerdə işləməyibsə, artıq yəni 26-25 yaşında artıq əsgərliyi çəkmiş, amma heç bir iş sahibi, heç bir təcrübəsi olmayan bir insan heç bir şey eləyə bilmir. Yəni burada sizə məsləhətim ola bilərdi ki, ilk öncə
Əsgərliyinizi eləyin, qurtarın, daha sonra universiteti davam eləyin. Əgər həqiqətən universitet sizin üçün yararlı olacaqsa, yəni universitetdə sadəcə sırf gedim gəlim, boş-boş oxumaq üçün getməyəcəksinizsə, universitet sizin üçün çox yararlı olacaq. Ki, belə deyim də, onsuz da universitet çox bir şey yaramır dostlar. Yəni düşünsəz ki, universitet çox böyük bir şeydir. Yəni belə fikirləşməyin. Universitet sadəcə o akademik həyatı sizə göstərir. Bəzi fundamental hissələri sizə öyrənməyə kömək eləyir. Qalanını da ki, böyük ehtimal kurslardan öyrənəcəksiniz və yaxud da self-study eləmək məcburiyyətində olacaqsınız. Yəni bu zamana qədər də onsuz da çox vaxt keçəcək və artıq 27 yaşınızda görürsüz ki, yəni evlənməlisiniz, bir iş sahibi olmalısınız və yaxud da işinizi böyütməlisiniz. Yəni narahatçılıq yaranır və burada da düşünə bilirsiniz ki, mən artıq uğursuz oldum. Qısaca hər bir şey gənc yaşlardan başlayır və gənc yaşınızda nə qərar vermisinizsə, sizin gələcəyinizi böyük ölçüdə təsir eləyir. Əgər 4 il universitet oxuyandan sonra gedib obada işləyəcəksinizsə, ondan sonra heç universitet oxumasaz, ondan daha yaxşıdır. Əsgərliyi, yəni 1 il yarımdansa 6 və 9 ay olaraq bölünməsi daha yaxşı olardı. Məsələn, 600 yığanlar 6 ay, 600-ü keçə bilməmiş şagirdlər isə 9 ay əgər əsgərlik olsaydı, əslində bütün problem bəlkə də həll olmuş olardı. Yəni 9 ay, yəni 1 il yarımın yarısıdır və 1 il yarıma həqiqətən hər şey dəyişə bilər. Onsuz da bu 1 il yarım sizin gənclik illərinizə gəldiyinə görə sizə çox böyük ölçüdə təsir eləyir. İndi digər bir faktora baxsaq, özünü tanımamaq. Baxın dostlar, bu çox önəmli bir şeydir. Əgər siz 17-18 yaşınızda özünüzü tanımırsınızsa, əgər bilmirsinizsə ki, mən nə oxuyacağam, mən nəyə həvəsim var, onda ixtisas seçəndə də siz bilməyərək də ixtisas seçirsiniz və gələcəkdə həmin ixtisasda oxuyanda və yaxud da işləyəndə görürsünüz ki, bu ixtisas sizlik deyil. Başqa bir ixtisasa yönəlmək istəyirsiniz. Artıq onda da gec olur. Hətta bəzən belə bir hallara da rast gəlirəm. Dostum bu universiteti yazıb, gedib mən də o universiteti yazım və yaxud da ola bilər ki, mənim sevgilim bu universitetdə oxuyur, mənim sevdiyim qız bu universitetdə oxuyur, gedim mən o universitetdə oxuyum. Yəni əgər belə eləyirsinizsə, ümumiyyətcə universitet oxumağa dəymir. Əgər sırf bir universitetə ilişim, bir yerdə oxuyum məntiqindən gedirsinizsə, yenə dediyim kimi, yenə də sırf universitetə görə universitet seçməyin və yaxud da bir ixtisas seçməyin. Ondan sonra ümumiyyətlə heç oxumayın. Ki onsuz da universitetə qədər siz özünüzü tanımırsınızsa, mən nə istəyirəm, mən nəyəm, mən nə olmaq istəyirəm, nəyə həvəsim var, sevdiyim şeylər nələrdir, hobilərim nələrdir, bu kimi şeyləri bilmirsinizsə, yəni ondansa ilk öncə bunları özünüzdə formalaşdırın, özünüzü tanıyın. Tanıyandan sonra bu universiteti seçməyinizi tövsiyə eləyərəm. Çünki elə bir hal ola bilər ki, siz artıq universiteti seçmisiniz və artıq yavaş-yavaş özünüzü tanımağa başlamısınız. Artıq özünüzü tanıyanda da görürsünüz ki, yəni bu ixtisas mənlik deyil və keçirsiniz istəmədiyiniz ixtisaslara. Bu da gələcək həyatınız üçün çox sıxıcı və maraqsız olur. Siz və o peşə üzrə özünüzü çox da yaxşı inkişaf elətdirə bilməyəcəksiniz. Ona görə də 17-18 yaşlarınızdan nə istədiyinizi bilmək çox önəmlidir. Və keçək təhsil sisteminə. Təhsil sistemində bildiyiniz kimi çox boşluqlar var. Məsələn, ingilis dili öyrənirsiniz və hazırlıq müəlliminiz sadəcə testlər üzərində sizi formalaşdırır, sadəcə qrammatika işləyirsiniz. Ki burada da deyim, sadəcə test üzərində işləmək sizi və müəllimləri məcbur eləyir. Təhsil sistemində heç vaxt mənəviyyatı öyrətmirlər. Sizin nə etməli olduğunuz, özünüzü necə tapacağınızı öyrətmirlər. Çünki sizin bu həyatda nə edəcəyinizi bilməyiniz artıq demək olar ki, uğurlu olmağın yarısıdır. Əgər bu həyatda uğurlu olmaq istəyirsinizsə, ilk öncə nə etməli olduğunuzu bilməlisiniz, nəyə həvəsiniz olduğunuzu və niyə yaşadığınızı bilməlisiniz. Məqsədinizi qoymalısınız qısaca. Digər bir tərəfdən təhsil sistemində tərbiyəni öyrətmirlər, CV necə hazırlamaq olar, iş həyatına hazırlığı ümumiyyətlə sizə öyrətmirlər. Yəni belə deyim də, universiteti oxumayan bir insan məktəbdən işə hazırlığı necə öyrənsin? Yəni burada da əslində bir boşluq var. Məsələn, mən universitet oxumaq istəmirəm. Sadəcə məktəbi oxudum və gedib iş qurmaq istəyirəm. Yəni artıq mən necə iş quracağımı bilmirəm. Burada da artıq təhsil sistemində bir boşluq olur. İş həyatını da biraz öyrətsələr, məncə universitet oxumağa artıq insanlar o qədər də meyil eləməz. Yəni nə mənada meyil eləməz? Artıq sırf universitetə qəbul olun, bir yerə ilişim. Baxın, ilişim sözü belə mənə çox qəribə gəlir. Bir universitetdə oxuyum sözü belə, yəni mənə çox qeyri-adi səslənir. Yəni sırf bu kimi halları azaltmaq üçün məktəbdə iş həyatı öyrədilməlidir. Və təhsil sistemində ən böyük problemlərdən biri dim imtahanının ildə bir dəfə olmasıdır. Təbii ki, blok imtahanları nəzərdə tutmuram. Onlar ildə 2 dəfə olur ki, bu da əslində çox azdır. Düşünürəm ki, ilin müəyyən aylarında dim imtahanı verilə bilməlidir. Çünki
Hər dəfə imtahana girirsən, balı yığa bilmədin, biraz da çalışırsan, gedirsən, yenə başqa bir imtahanda yığırsan və belə-belə həm də özünü dil imtahanı üzrə inkişaf elətdirmiş olursan, həm o stresi çəkmirsən. Yəni çox abituriyent görmüşəm ki, sırf bir stresə görə bütün həyatı məhv olur. Bütün bir ili boşa gedir. Yəni bu niyə olsun ki? Hər ay imtahan olsa, yəni bu qədər çətinlik yaşamaz. Bu qədər insan stres yaşamaz. Ki siz də əgər bir ixtisasa qərar vermisinizsə və birinci imtahandan artıq düşünürsüz ki, o balı yığa bilməmsiz, artıq bir il niyə gözləyəsiniz ki? Bəzi insanlar bir il gözləməkdənsə gedir həmin il ixtisas seçimi eləyir və istəmədiyi bir ixtisasa düşür. Təhsil sistemində sadəcə bu balaca bir dəyişiklik belə məcburiyyətdən müəllim olanların sayını belə azalda bilər. Yəni ki, keyfiyyətli müəllimlərin sayı artacaq. Keyfiyyətli müəllimlər artsa, təhsil sistemi bir o qədər də inkişaf eləyəcək. Yəni burada xırda bir düzəliş böyük bir toxunuşa səbəb olur. İndi keçək ən önəmli faktorlardan biri mentalitet. Əgər bir ölkədəki shortik davası eləyirsənsə, yəni o ölkədə elmdən danışa bilməyəcəksən. Yəni qısaca shortik məsələsindən danışan gedib alim ola bilməyəcək. Yəni bu qədər onsuz da aşağı düşübsə, yəni alimlik dərəcəsi onun nə üçün lazımdır? Ki o da fikirləşməz ki, yəni gedim alim olum. Bu kimi hallar ümumi səviyyəni çox aşağı salır. Yəni insanlar elm haqqında fikirləşməkdənsə gedir shortik haqqında fikirləşir. Yəni bu qədər. Digər bir mentalitet faciəsi isə tez evlənməkdir. Bəzi ailələr fikirləşir ki, artıq qızımız məktəbi qurtarıb, artıq o evlənməlidir, universitet oxumasa da olar və yaxud da evləndisə universitet nəyə oxuyur, nəyə lazımdır? Azərbaycan mentalitetində elə fikirləşirlər ki, oxumaq sadəcə bilik qazanmaqdan ibarətdir. Əslində qətiyyən belə bir şey deyil. Hətta deyərdim ki, bilik sadəcə orada 10% rol oynayır. Əgər sən oxuyursansa, sənin disiplinin yaranır, özgüvənin inşa olunur. Nəinki sadəcə bilik qazanırsan, sən özünü də qazanmış olursan. Sən özünü tanıyırsan ki, mən nəyəm, mən nəçi olmaq istəyirəm, mən gələcəkdə nə olacam. Sən oxumaqla eyni şəkildə gələcək üçün təcrübə yığırsan. Yəni bunu çoxu insan fikirləşə bilmir. Sən o universitetdə akademik həyatın üçün nə qədər insanla tanış olursan, o insanlardan götürdüyün bir neçə xüsusiyyətlər olur, təcrübələr olur. Yəni bunları heç vaxt ortaya qatmırlar. Yəni mentalitetdə də belə fikir var ki, yəni o nə deyər, bu nə deyər, belə eləmə, ayıbdır. Yəni onun bunun fikri sənin fikrindən önəmlidirsə, yəni sən yaşamada, yəni nəyi yaşayırsan ki? Sənin məqsədini başqaları bəlirləyəcəksə, başqaları seçəcəksə, sən heç ondansa yaşamaq daha yaxşı. Sən heç deməli yaşama məqsədin yoxdur. Sən heç niyə yaşayırsan ki? Əgər sənin həyatını başqaları seçəcəksə. Sizin məqsədiniz başqalarının məqsədinə çatmaq olmamalıdır. Bəli, bir çox Azərbaycan gəncinin yaşadığı bir çox uğursuzluqlar məhz bu faktorlardan irəli gəlir. Əgər siz həqiqətən özünüzü tanıyırsınızsa, öz məqsədinizi qoyacaq dərəcədə yetişmişsinizsə, onda siz mütləq şəkildə uğurlu olacaqsınız. Əgər siz bir hədəf qoymusunuzsa və o hədəfə çata bilirsinizsə və ya düşünürsünüz ki, siz o hədəfə çatacaqsınız, deməli siz uğurlu insansınız. Sizin sadəcə eləməli olduğunuz həmin vəziyyətdən çıxmaq və yaxud da öz məqsədinizə çatmaqdır. Başqalarının məqsədinə yox. Bəli, bugünlük belə. Əgər hər hansı bir problemdən danışmağımı istəyirsinizsə, sevə-sevə danışaram. Bu qədər. Sağ olun. Salamat qalın.